Salam, mən Fidan. Bu gün başlıqdan gördüyünüz kimi həyatımı düzənə salmağa çalışıram. Bu bilirəm ki, bir çoxlarımızda olur. Yay girərkən, yay müddətində etdiyimiz tək şey sadəcə evdə olmaqdan, film izləməkdən, nə bilim, günü çox sadə, boş, verimsiz keçirməkdən ibarət olur. Buna görə də belə bir şeyə qərar verdim. Çünki artıq görürəm ki, necə deyim, boynuz kulağa keçir, dəhşət dərəcədə gec yatıram, gec dururam, çox səmərəsiz keçir günüm. Ümumiyyətlə, məktəbdən sonra, universitetə qəbul olduqdan sonra özümdə bir sıra dəyişikliklər olub. İstər dərs baxımından, ya məsuliyyət baxımından, istərsə də xasiyyət, xarakter baxımından. Ona görə də anlayıram ki, dəyişməyimiz əlbəttə ki, mümkündür. Onu da qeyd edeyim ki, bu video az sonra gördüyünüz otaq düzənləmə videosundan falan sonra çəkilib. Sadəcə otağı təmizləyərkən, düzənləyərkən mən elə-belə sadə yığışdırmağı nəzərdə tuturdum. Amma elə oldu ki, biraz daha dibdən təmizlik getdi. Ona görə də artıq hava qaraldı, yemək falan gəldi, bu saata çıxdı. Bu qədər, yəni kamera qarşısında danışmaq biraz çətindir. Nə qədər də olsa əvvəl fikirləşdiyimi, yəni əvvəlcədən fikirləşirəm ki, filan şeyləri gedib kamera açıb danışacağam. Bura gələndə onların bir hissəsi yadımdan çıxır və s. Belə. Bu kölgəni də necə yox eləyim bilmədim. Buradakı işığı yandıranda kamerada çox pis görsənir. Qarşıdakı işıq da yetərsizdir. Ona görə də sorry. Videonu erkəndən başlatdım, axşamdan başlatdım. Sabah səhər tez durmağa çalışacağam. Tez durmaq üçün də bugün tez yatmağa çalışacağam inşallah. Bu qədər, yəni cəhd eləyəcəm ən azından. Nə qədər tez yata bilərəm bilmirəm. Çünki artıq dəhşət dərəcədə gec yatmağa öyrəşmişəm. Beynim elə öyrəşib, bədənim elə öyrəşib. İnşallah yaxşı olar. Qalanını zaten sabah videoda görəcəksiniz. Xoş izləmələr arzu edirəm. Demək sizə göstərim. Bu maşın kimdir? Belə göstərim. Şimşək McQueen'in yataq şeydir. Çox uşağın arzusu. Bu qədər cebsi otağımı göstərəcəm. Sadəcə bu yatağın dəyişikliyi olub, yəni başqa bir dəyişiklik olmayıb, bir də təmizlik olub. Deməli, artıq otağımdayam. Sizə bəhs etdiyim yataq bu idi. Üstünü örtüyü var, amma örtmədim, çünki birazdan zaten yatacağıq. Yatmağa çalışacağıq. Bu qədər. Gedə bildiyiniz ayrı otaq, işte bəhs etdiyim köhnə şkaf. Baxın, yəni heç nə yoxdur. Cızıq falan, çökük, ləkə, heç nə yoxdur. Onu da stikerlə bəzəməyi düşünürəm. Sifariş vermişəm, amma bəzəməsəm daha yaxşı olar sanki. Bilmirəm, qərarsızam. Belə. Yazı masam da budur. Burada da güzgü var. Deyəcəklərim bu qədər idi. Deyiləm, arzu etdiyim kimi alınır. Bu qədər. Sabah görüşərik. Saçımı yuttum. İndi görürəm dişim artıq. Üzümü yudum, dişlərimi fırçaladım. İndi yerim yıkacağım. İndi yüzümə krem vuracağım, biraz söhbət edək. Deməli, saat 8-ə gəlirdi, 7:55 falan idi. Oyandım və daha doğrusu hiss edirəm ki, saat 7-ni keçib. Fikirləşdim ki, budinlik keçdirməmişəm, çünki arada olur. Ondan sonra görürüm ki, budinlik qurulmayıb, bilmirəm niyə. Yəni ki, o görə biraz gec oldu, amma axşam dediyim kimi tez yata bilmədim. Çünki həqiqətən bədənim çox öyrəşib gec yatmağa. Ona görə də çox çəkdim. Amma yenə də saat 8:15-də durdum. Bu da məncə kifayətlə yaxşı. İndi üzümə krem vuracağım, saçıma yağ vuracağım müalicə üçün. Sonra həyətə düşəcəm biraz.
Kremi vurdum, indi yağa vurub gəldim. İndi yemeğimi yiyirəm, yeyərkən də dizi izləyəcəm. Yemeğimi yedim, çayı dəmlədim. İndi düşürəm aşağı çünkü aşağıda səhərindi, orada diziyə baxacağım. Ondan sonra da biraz kompüterdə işim var, onu görəcəm. Kompüteri koydum, notebook'u daha doğrusu koydum zaryadkaya. İndi dişim ağrıyır. Dişim ağrıyır. Prison Break'in o notebook şarj olana kadar Prison Break'in 3. sezonuna başlayacağım. O da zaten bir bölüm baxana kadar şarj olar. Dostlar, deməli saat hazırda 2 işləyib 9 dəqiqə. Deməli neler oldu? Prison Break'in bir bölümüne baxdım 3. sezonundan. Ondan sonra xalam zəng elədi, xalamla danışdım, sonra söndürdü, tezdən zəng elədi falan filan. Biraz uzandı, biraz mama ilə falan vaxt geçirdim. Çölə çıxdım, əyildim, biraz ona görə vaxt getdi. Artıq saat 10:09'dur. Kompüter avtomatik eləyəcək. Neyse, indi başlayıram. Her şey okeydi. İndi başlayıram. Kompüterdə çoxdan ertələdiyim işim var. Onun bir sesini başlayamağa. Okey, başlayaq. Guys, bitirdim. Bitirdim deyəndə, yəni nəzərdə tutduğum hissəni bitirdim. Bugün tez durmuşam, yəni yuxumu yarım çıxdırmışam, amma içimdə o artıq biraz hər şeyi sərgiyə salmaq həvəsi var idi deyənə. Durarkən çox da əziyyət çəkmirdim. Sadəcə çox şirin yuxum gəlir deyə çox belə qəşəng olaraq o yatmaq istəyirsən və əslində belə yay tətildə bir əlavə məsuliyyətin falan yoxdur, yata bilərsən. Halbuki yatmırsan. Dostlar, düşünürəm ki, artıq videonun sonuna gəldik. Arxada gələn qışqırıq səslərini vecinizə almayın. Bir dənə uşaq atasını çağırır bayaqdan, bilmirəm niyə. Dayandım. Bu videonu çəkəndə həmişə elə təsəvvür etdim ki, sanki bu videonu yüzlərlə, ən az yüzlərlə insan izləyəcək. Bəlkə də heç 10 nəfər izləməyəcək, amma yenə də nədənsə təsəvvürümdə həmişə elə bir şey oldu. Bu videonun əsas məqsədi artıq gec durmağa stop vermək idi. Günümü və ən azından digər günlərə baxmış daha səmərəli etmək idi. Günüm digər günlərə baxmış həqiqətən də səmərəli keçdi. İstər tez durmaq baxımından artıq günün böyük bir hissəsini keçirmiş kimi hiss edirdim, amma saata baxanda bir anda fikirləşirdim ki, dünən mən bu saatda yatırdım. İzlədiyiniz üçün təşəkkür edirəm, minnətdaram. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.